Sizcə atom bombasından hərbi məqsədlərdən başqa ayrı hansı məqsədlərlə istifadə eləmək olar? Məsələn, atom bombasından təsərrüfat məqsədi ilə istifadə etmək də istəyiblər. Amma ən maraqlı məsələ odur ki, atom bombasından yanğın söndürmə məqsədi üçün də istifadə eləmişdilər. Belə ki, 1963-cü ilin 1 dekabrında Özbəkistanın Urtabulaq deyirlər, Urtabulaq qaz yatağında mühəndislərin səhvi ucundan 350 atmosfer gücündə qaz fontanı vurur və fontan yanğın törədir. Maraqlı budur ki, yanğın 1074 gün davam eləyir. Heç cür onu söndürə bilmirlər. Axırda gözləyirlər ki, bəlkə yanğın özünü, qaz yatağını boşalda və belə bir formada artıq yanğın keçə. Lakin bu da əmələ gəlmir. Və SSR Kommunist Partiyasının siyasi bürosunda 1074 gündən sonra belə bir qərar alınır ki, həmin ərazidə atom zaryadı, atom detonasiyası törətsinlər və yanğını söndürsünlər. Təsəvvür edin, yanğının böyründə, yaxınlığında 1500 metr dərənliyində atom bombası qoyub və onu partladırlar. Nəticədə dağıntılar altında qalan qaz yatağında yanğın sönmüş olur.